Bakı Ağır Cinayətlər Məhkəməsi Meydan TV işi çərçivəsində həbs olunan jurnalist Şəmşad Ağaya anasının dəfn mərasimində iştirak etməyə icazə verib. Qərarda göstərilir ki, jurnalistə anası Zərifə Ağayevanın dəfn mərasimində iştirak üçün yanvarın 29-dan etibarən 3 gün müddətinə icazə verilib. 77 yaşlı Zərifə Ağayeva yanvarın 28-i günorta saatlarında vəfat edib. Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan Aşpanın qış sessiyasında çıxışı zamanı bildirib ki, Azərbaycanda saxlanılan 19 erməninin azad edilməsi Ermənistan-Azərbaycan barışıq prosesinə mühüm töhfə ola bilər. Normallaşma prosesinə toxunaraq qeyd edib ki, ağır sınaqlarla üzləşməsinə baxmayaraq Ermənistan şüurlu şəkildə sülh yolunu seçib. Paşinyan jurnalistlərə açıqlamasında Ermənistanın enerji sisteminin Azərbaycan və Türkiyənin enerji şəbəkələri ilə birləşdirilməsini məqsədə uyğun hesab etdiyini bildirib. Bu təşəbbüs eyni zamanda yeni təhlükəsizlik arxitekturasının əsasını təşkil edəcək.